Lalə heç belə Çin dramalarına baxmırdı. Heç. Musiqi Dinləmirdim. vəbşe. Hə, mən də dedim, mən az qala yalvardım bu Yearning Eyes-la. Dedim ki, bax bu Till the End of the Moon dramasına. Aha. Və çox qəşəng idi. Bu arada baxmayan varsa mütləq baxmalısınız. Çox tövsiyə edirəm. Mən də tövsiyə edirəm. Hətta ondan sonra başladım bir-ikisinə baxmağa. Sadəcə tema nədir? Çin dramaları Koreya dramalarından fərqli olaraq daha çox epizod var və onlar da bir travmalı. Daha travmalı. Bu arada dramadır, bildiyiniz dramadır. Yəni belə 5 epizod həyat çox yaxşı gedir, hər şey düzəlir. 5 epizod sonra başlarına elə bir iş gəlir ki, başlayırsan ağlamağa. Sonra 5 epizod sonra təzədən hər şey xoşbəxtçilikdir. Amma 40 epizod boyunca bunu düşünün də. Yəni belə-belədir bütün epizodlar. Mənim təcrübəm olan qədərilə Çin dramaları fantastika janrında daha qəşəngdir, daha belə visual olaraq səni o dünyaya apara bilirlər. Çox estetik. Çox estetik və fantastikadır həqiqətən görürsən ki də. Makyajlar, nə bilim, geyimlər, hər şey o qədər qəşəngdir, o qədər maraqlıdır ki də özü səni aparır bir növ. Həm də belə baxırsan, yəni cringe kimi gəlmir sənə ki, niyə siz məsələn uçurlar, çox zaman axı uça bilirlər. Yəni sən belə baxırsan və hə, normaldır, yəni belə də olmalıdır. Özü səni aysa o aləm real hiss elətdirir. Eynən. Normalda məsələn o tip dramalarda belə baxıb gülməyin gəlir ki, bu nə make-updır, bu nə paltardır belə. Olur elə. Düzdür. Bir dənə nədir Çin dramalarında, onu da deyim. Sən də deyim. Körlə hamısını, davay. Qaş. Bir insanın qaşı niyə alnından vicdanına qədər çəkilər? Əslində sənə deyim, mən belə çox dramaya baxmışam, fantezi dramalara. Ona görə deyə bilərəm ki, başqa dramalarda elə deyil qaşları. Mən bilmirəm, imенно elə bil bax bu Till the End of the Moon-da bilmirəm ya qaşları elədi onların. Məncə digər bəzi fantastik janrlarda da elədir. Normal belə adi o daily həyatdan olanlarda elə deyil. Hərdən elə bil normal da olur. Qaşları, təzə qaşları öyrəşə bilmirdim. Bir də saçları belə qəribə gəlirdi mənə çox. Əslində Koreyanın da bu tarixi seriallarına baxanda orada da uzun saçları var. Sadəcə bu Çin dramalarındakı uzun saçlar daha fərqlidir belə. Çox uzundur. Çox qalın və uzundur. Belə bildiyiniz kukla saçı kimidir də. Ona görə biraz o belə təsəvvür edin, visuals belə background falan heç nə qəribə gəlmir. O iki faktor sizi arada belə realitəyə qaytarır ki, bu nədir belə? Amma çox qəşəngdir saçları. Yaxşı.